Bunlar bizə köməklik eləsinlər. Bu yardım 30'lar yenə köçürdük. Yəni biz də başdan elə bildik ki, sadəcə balaca bir şey, yəni kiçik bir daşqındır, amma sonradan gördük ki, vəziyyət fəsadları bu daşqının ciddi səviyyələrdədir. Ona görə də bu narahatçılığımız və dostlarımızla əlaqələrimizdən sonra öyrənməyimiz ki, bütün bu şeylərdən sonra bu insanların eyni zamanda içməli su və ərzaq kimi ehtiyacları qarşılanmır və onlar evlərindən çıxa bilmirlər və vəziyyət ağırdır. Qərar verdik ki, öz aramızda bir gün içərisində ilk öncə istəyirdik ki, sadəcə dostlar öz aramızda bir şeylər eləyək. Sonra ictimailəşdirdik bu vəziyyəti, bizim bu təşəbbüsümüzü və məlum oldu ki, həqiqətən çox insan buradakı vəziyyətlə ən az bizim qədər narahat edilər və eyni zamanda ən az bizim qədər o kömək və dəstəklərini göstərmək istəyirdilər. Bunun nəticəsində də artıq 3000 liraya yaxın bir məbləğ toplandı. Biz hətta bir günün içərisində belə deyil, hardasa bir 20 saat içərisində səhər tezdən qalxdıq, ilkin olaraq lazım ola biləcək ərzaqları, su, çörək, ondan sonra düyü, ət kimi istifadə oluna biləcək şeyləri aldıq. Bir neçə ailədə olduq və bilmirəm, yəni hər kəsə təşəkkür eləmək istəyirəm ilk növbədə. Bu təşəbbüsdə öz balaca, böyük fərqi yoxdur, öz töhfələrini verdilər və məsələ onların sayəsində bugün o alıb bir yerə yığdığımız ərzaqları biz bugün Qabal əhalisinə gətirə bildik.